Bugün gəlin tarixin ən qaranlıq, ən ağrılı səhifələrindən birini vərəqləyək. Bugün biz Azərbaycandakı qırmızı terrorun amansız reallığından, sistematik Sovet repressiyalarından danışacağıq. Baxın, bu sözlər əslində bütün bu hekayənin özətidir. Biz doğrudan da böyük xalqıq. Bu qədər qırıb töküblər, yenə də məhv olmamışıq. Bu, bütün o dəhşətlərin qarşısında bir xalqın sınmaz iradəsinin hekayəsidir. Yəni, hər şey necə başladı? Gözəl bir vədlə. Amma çox keçmədi ki, bu vədin üstündən xətt çəkildi. Gəlin, bolşeviklərin o şirin şüarları ilə hakimiyyətə gəldikdən sonra yaratdıqları o acı reallıq arasındakı dərin uçuruma bir nəzər salaq. Şüarlar o qədər cəlbedici idi ki, təsəvvür edin, torpaq kəndlilərə, zavodlar fəhlələrə. Amma reallıq tam bir kabus idi. Vəd edilən torpaqlar çox keçmədən ağır vergilərlə, müxtəlif bəhanələrlə geri alındı. Buna etiraz etməyə cürət edənlərə isə dərhal antisovet ünsur damğası vuruldu və Sibirin buzlu cəhənnəminə, yəni birbaşa ölümə göndərildi. Yaxşı, bəs xalq buna dözüldümü? Əlbəttə yox. Amma rejim bu haqlı etirazlara necə baxırdı? Onları qanuni etiraz saymırdılar. Onlara sadəcə bir ad qoydular. Banditizm. Bax, bu tək bir kəlmə xalqın üsyanını ən müasir silahlarla qan içində boğmaq üçün onlara lazım olan o qanuni bahanəni verirdi. Və bilirsiniz, bu terror xeotik, öz başına bir şey değildi. Əsla. Bu, soyuqqanlılıqla işləyən, yaxşıca yağlanmış bir maşın idi. Gəlin indi o qorxunc maşının içərisinə boylanaq görək necə işləyirdi. Bu maşının ən vacib, ən qorxunc hissələrindən biri də üçlük adlanan bir şeydi. Üçlük, təsəvvür edirsiniz, cəmi 3 nəfər. Və bu 3 nəfər bir araya gəlib, heç bir məhkəmə, heç bir vəkil olmadan sizin ölümünüzə və ya həyatınıza qərar verirdi. Bu qədər sadə və bu qədər dəhşətli. Bir insanın evindən məzara gedən yolu demək olar ki, bir sxemə çevirmişdilər. Hər şey necə başlayırdı? Bir donosla ya da sadəcə adınızın bir siyahıya düşməsi ilə və salam. Sonrası artıq bir zəncirvari reaksiya kimi idi. Həbs, işgəncə, sürətli bir hökm və son. Bəlkə də bütün bu prosesin ən dəhşətli tərəfi onun bu bürokratik soyuqqanlılığı idi. Yəni insanlar fərdi şəkildə mühakimə olunmurdu. Yox, kütləvi siyahılar var idi və o siyahıların adlarına bir baxın və ən qorxuncu da birinci kateqoriya idi. Əgər adınız o kateqoriyadadırsa, bu edam deməkdir. Nöqtə. Amma bu qədər zülmə, bu qədər dəhşətə qarşı xalq susurdu? Əlbəttə ki, yox. Ən qaranlıq gecədə belə ümid qığılcımları olur. İndi gəlin o müqavimət qığılcımlarından danışaq. Və bu müqavimətin ürəyində bir təşkilat var idi. Təkcə adları hər şeyi deyirdi. Vətən və ya ölüm. Onlar üçün başqa yol yox idi. Ya azadlıq, ya da heç mi. Və aldanmayın, bu sadəcə bir neçə narazı insanın toplaşması deyildi. Qətiyyən, vətən və ya ölüm çox ciddi, çox mütəşəkkil bir qurum idi. Onların aydın şüarları var idi. Silah tədarük edirdilər. Kəşfiyyat məlumatları toplayırdılar. Hətta yeni üzvlər Qurana and içərək sıralarına daxil olurdu. Bu əsl ölüm-dirim savaşı idi. İndi isə gəlin terrorun bəlkə də ən faciəvi, ən ağrılı tərəfindən danışaq. Bu sadəcə insan qırğını deyildi. Bu bir millətin beyninin, düşüncəsinin qırğını idi. Ziyalıların məhvi. Bütün bu ziyalı qırğını dəhşətini anlamaq üçün gəlin bir insanın hekayəsinə baxaq. Onun adı Hənəfi Zeynallı idi. Dövrünün sözün əsl mənasında parlayan ulduzlarından biri. Düşünün, sadə bir dəmirçi ailəsində doğulub, amma öz zəkası ilə elmin zirvələrinə ucalıb, Azərbaycan Dövlət Nəşriyyatının qurucularından biri olub, partiyaya sadiq olub, hətta Leninin əsərlərini dilimizə tərcümə edib. Yəni o, bu yeni qurulan sistemi dəstəkləyən, onun üçün çalışan biri idi. Amma sonra bir gün hər şey alt-üst oldu. Onun bütün xidmətləri, bütün sadiqliyi bir anda sıfırlandı. O, əks-inqilabçı, millətçi damğası ilə həbs edildi. Baxın, terror maşını öz evladlarını belə yeyirdi. Heç kimin təminatı yoxdur. Cəmi 15 dəqiqə. Bəli, düz eşitdiniz, 15 dəqiqə. Bu nədir bilirsiniz? Bu, Alim Tağı Şahbazinin məhkəməsinin müddətidir. Cəmi 15 dəqiqəyə bir insanın taleyi həll olundu, ölüm hökmü verildi və elə həmin gündə icra edildi. Buna məhkəmə demək olar. Bu ədalət deyil, bu konveyr üsulu ilə qətl idi. Gəlin indi də diqqətimizi biraz da yaxına, o dəhşətli istintaq otaqlarına yönəldək. Görək adi insanlar hansı absurd ittihamlarla, hansı vəhşiliklərlə üzləşirdilər. Baxın, bu dialoq birbaşa istintaq faylındandır. İttihamçı deyir, sən neft sənayecisi və istismarçı olmusan. Cavab isə belədir.
Bu doğru deyil. Mən bütün ömrüm boyu dəmirçi olmuşam. Görürsünüz, faktların, həqiqətin heç bir önəmi yox idi. Əsas olan ittiham etmək idi. Yaxşı. Bəs necə olurdu ki, insanlar bu cür absurd, yalan ittihamları boyunlarına alırdılar? O etirafı onlardan necə alırdılar? Cavab. Cavabı gəlin elə bu terroru həyata keçirənlərdən birinin öz dilindən eşidək. Keçmiş bir NKVD zabiti deyir və bu sözlər insanın qanını dondurur. Bir qayda olaraq etiraf almaq üçün əvvəlcə onları döyürdük. Axırda isə həqiqətən düşmən olduqlarını etiraf etdikləri üçün onlara yenidən işgəncə verirdik. Bu, məntiqin bitdiyi yerdir. Bu, sadəcə saf, qatı zülmdür. Və bu dəhşətin izləri təkcə arxivlərdə qalmayıb, yox. Bugün belə Bulla adası kimi yerlərdə dənizin dalğaları bəzən insan sümüklərini, kəllələri sahilə atır. Onlar o dövrün dəhşətinin lal şahidləridir. Beləliklə, bütün bu dəhşətli hekayənin sonunda gəlib bir suala dirənirik. Çox vacib bir suala. Əgər bir millətin tarixi kütləvi məzarlıqlarda, məxfi arxivlərdə bastırılıbsa, o millət necə sağala bilər? Bu, cavabı asan olmayan bir sualdır. Və bu sual təkcə keçmiş haqqında deyil, bu bizim yaddaşımız və gələcəyimiz haqqındadır.